Salam uşaqlar, bu günlərin ingilis dili test eləyəcəyik. Gəlin. What is it? Bu nədir? Azərbaycanca göldür. İndi ingiliscə deyəcəyik. Bu lake'dir. Gəlin indi çəkək. Vüsal, do it like apple. Bütün variantı seçin. Bu dildir. Dil tank deməkdir. Çin, kənə deməkdir. Hand, əl deməkdir. Düzgün variantı seçin. What day is it? Deyək, bu gün neçənci gündür? It's Wednesday. Bu gün 3-cü gündür. Sani günəşli deməkdir. Tüzümi adlıdır deməkdir. Düzgün variantı seçin. What day comes before Friday? 5-ci gündən əvvəlki gün hansıdır? Variantımız sözdəydi. Düzgün variantı seçin. Aradan sonra gələn isim cəmdədir. Cəmdə olduğuna görə there are deyə yazılır. Şimdi sualımız, what is it? Bu nədir? It is giraffe. Giraffe-da oğlan gəzməyə çıxır. Ona görə valkı götürürük. Düzgün variantı seçin. İndi burada bir qız çöldən soyuq gəlir. Qız da pəncərəni bağlayır. Onun üçün də close the window. Nuray, çünki şəxs olduğuna görə siz seçirik. İndi növbəti sual. Is she a doctor? O doktordur. Yes, she is. Burada no she is. Seçə bilmə. Görür ki, o şəkildəki doktordur. C variantı. Buradan əvvəl yes gəlir, sonra isə inkar gəlir. Düzgün variantı seçin. A ilə işlənir. Sonra she ilə is işlənir. V ilə r işlənir. Düzgün variantı seçin. Where is the cat? Pişik hardadır? Şəkildə baxırıq ki, onun altındadır. The cat is under this table. Buraya tərcümə edin. Nihat writes his homework. Nihat ev tapşırıqlarını yazır. O kimdir? O polisdir. Bir mal həkimidir. Singer müğənnidir. Düzgün variantı. Buradan baxıram ki, uşaq oxuyur. Anna likes reading. Yazmaq deməkdir. Singing oxumaq deməkdir. Buraxılmış hərfləri tapın. Lion, ayın, şir. Bat, yarasa. Oval, bəyquş. Help animals, they are vets. Bunlar kömək edir heyvanlara. Animal həkimləridirlər. Növbəti sualda şəkil veriblər. Burada pozan var, qələm var, xətkeş var, lövhə var. Ona görə də məfz seçirik. Bunun mənası riyaziyyat deməkdir. Cümlənin əvvəlində this verilibdir. Ona görə də is seçməliyəm. Bunu seçə bilmərəm, çünki this təhdədir.